xəstə yadımda qalıb. O heç vaxt da unutmayacağam onu. Bir xəstə var idi. Onun demək 15 il bundan qabaq adamın hepatit B fonunda serroz olur. Transplant olunur Bakıdakı klinikaların birində. Transplantdan sonra xəstəyə, yəni həm böyrək, həm qaraciyər transplantından sonra xəstə ömür boyu immunosupressor içir. İkisi birdən xərçəngimiş. Yox. Deyək ki, bir xəstə olur, qaraciyərin serrozu olur, xərçəng deyil. Hə, serroz. Serroza görə transplant olur. Aha. Transplantdan sonra xəstəyə immunosupressorlar təyin olunur. İmmun sistemi salan dərmanlar. Çünki axı yad orqan qoyulub ona, yad adamın orqanı qoyulub qaraciyəri. Siz onun immun sistemini daim baskılamalısınız ki, o orqan işləsin. Yoxsa immun sistemi qalxan kimi onu sıradan çıxardacaq. Qoyduğunuz qaraciyəri. Qoruyur bədəni. Yəni orqanizmi yad cisim kimi qəbul eləyəcək o qaraciyəri. Nə olsun ki, yoxlanılıb, uyğunluq var. Tutaq ki, deyək ki, bir xəstədir, bu qohumundan ona qaraciyər köçürülüb. O demək deyil ki, onlarda uyğunluq var. Yenə də yad orqanizmlə qoyulub. O immun sistem qalxan kimi onu yad cisim kimi tanıyır. Necə biz qrip olanda məsəl üçün bizim burnumuz axır, öskürürük. Bunlar hamısı refleksdir. Yad cisim girir və biz bədən ona reaksiya verəndə öskürək çıxır. Bədən ona reaksiya verəndə burnumuz axır. Yad cisim kimi tanıyır onu. Ona görə də ömür boyu insan immun sistemi baskılayan dərmanlar içirlər. Böyrək köçürənlər, qaraciyər köçürənlər ömrünün sonuna kimi immun supressor deyirlər, yəni supressiya olunmalıdır. O dərmanı başlayır buna içməyə. O dərmanı içəndə ayağında balaca bir dənə ləkəsi olur. Kapoşi sarkom deyirlər ona. Dəri xərçəngidir, amma bəzən 10 illərlə stabil dura bilir. 10 ildir 1 santim olan dəri xərçəngi, onlar çox yavaş gedişdə olur. Sürətlə başlayır böyüməyə. Hansı ki, bu onu 10 ildir ayağında görür. İmmunitet aşağıdır deyə artıq xərçəng başlayır artmağa. İmmun sistemi buna məcburən immun sistemini düşürdən dərmanlar verirlər ki, qaraciyər işləsin. O da yaşı 55 yaşı var, 55-60 yaş arası bir yaşı var kişinin. Kişi başlayır o ayağındakı o kapoşi sarkomu dediyimiz o qırmızı ləkənin böyüdüyünü görür və gəlir bizə. Mən baxan kimi deyirəm ki, bu dəri xərçəngidir. Bunu əməliyyat eləmək lazımdır. Əməliyyat eləyirik, həqiqətən də düşündüyümüz çıxır. Patologiyada əkilməyə gedir axı cavab. Cavab çıxır ki, burada kapoşi sarkomu var. Və həmən yerə radioterapiya edirik. Lokalda axı, yəni adətən dedim, lokal yerlərdə yaranmasın deyə həmən yerə radioterapiya verirlər. Biz onu göndəririk, şüa alır. Və üstündən müəyyən bir vaxt getir, tam yadımda deyil, 1 ilmi, 2 ilmi, 3 ilmi bu yenə də immun supressorları içir. İmmun supressorları içdikcə xəstəlik yenə də başladı artmağa. Yuxarıya doğru başladı yaranmağa. Əvvəl ayağın alt üçdə birində idi. Yox, o çıxarılmışdı. Yuxarılardan yarandı. Dizin altından, dizin üstündən yavaş-yavaş yuxarıya doğru, çanağa doğru dəri ilə gəlir. Və biz onları cərrahi əməliyyat şansı olmadığı üçün ona yenə də şüa terapiyası verdik bütün dəriyə. Ondan sonra müəyyən bir vaxt keçdi, yenə də bir il, 2 il şu andan birə stabil durdu. Adətən kapoşi sarkomları da mədə bağırsağa metastaz verir daha çox. Yəni onlara deyirlər ki, mədə bağırsaq tutulumu. Metastaz deməzlər, tutulumu deyirlər. Müəyyən bir vaxt keçir, bunun sonra başlayır mədə narahatçılığı. Hamı düşünür ki, bunun yəqin mədəsində nəsə problem var. Mənim axı kitab yazır, bunlar daha çox mədəni tutur, içini. Yəni qastroskopiya eləyirik, mədənin içində olur. Sonra təzədən biz məcburən kimyoterapiya başlayırıq. Cərrahiyyə yox. Cərrahiyyə məsəl üçün çıxardırıq, ikinci plana qoyuruq. Çünki cərrahiyyə olmaz. Kimyoterapiya immun sistemi də aşağı olan xəstəni çox çətinə salır. Bizim işimizi çox çətinə düşür. Biz kimyoterapiya ilə müəyyən bir stabillik yaradırıq. Buradan da qaraciyər. Qaraciyər yox, dərmanını kəsmirik. Qaraciyərin yenə də immun supressiyada sağlayır. Sadəcə xəstə çox pis tolerasiya eləyir. Çox ağır keçirir kimyoterapiyanı və oradan da müəyyən bir vaxt keçir, orada müəyyən bir stabillik yaradırıq. Və üstündən yenə də bir il keçir və xəstə başlayır öskürməyə. Öskürəndə biz bunu tomoqrafiya eləyirik. Daha doğrusu hər öskürəni tomoqrafiya eləmirik. Baxırıq ki, davamlıdır bu öskürək. O zaman tomoqrafiya eləyirik. Məlum olur ki, bunun ağciyərində xərçəngi var. Onunla əlaqəsi olmayan. Ayrıca bir xərçəng yaranır. Və oradan biopsiya elətdiririk, həqiqətən də ağciyərin xərçəngi çıxır. Çünki kapoşi sarkomları ağciyərə metastaz verməz. Orada bir törəmə varsa, ağlımıza ilk növbədə onun özünün xərçəngi gəlir. Axı bu kitabda yazılan kimi gedir adətən %99.
Mədədə xərçəngin düşünmədik. Düşündük ki, o ora keçib. Amma ağciyərin özünün xərçəngi düşündük. Onu da biopsiya elədik ağciyər xərçəngi və məcburən təkrar kimyoterapiya ağciyərinə görə başladıq eləmək. Müəyyən bir müddət onu da stabil saxlaya bildik. Müəyyən bir vaxtdan sonra burundan qanaması oldu. Çünki Kaposi sarkomu buruna verməz, heç bir şey verməz. Yəni belə bir şey yoxdur. Ümumiyyətlə onkologiyada buruna metastaz verən belə bir kanser yoxdur. Burunun içindən qanama gördük. Təzədən buruna endoskopi ilə baxdırdıq, burunun içinin xərçəngi çıxdı ayrıca. Yəni onların hamısının səbəbkarı immunsuppressordur. Mən bilməzdim bu mövzu bura gəlib çıxacaq. İlk başda deyirdim ki, şəkər immuniteti salır, immunitet fonunda xəstəlik yaranır. Stres immuniteti salır, immunitet fonunda hansısa bir xəstəlik yaranır. Demirəm onkologiya. Bu məsəl üçün belə görüncə də başladıq həmin yerə radioterapiya elətdirdik. Burnun içinə. Burnun içinə və onu da müəyyən bir müddət stabil saxladıq. İnsan da çox böyük əziyyət çəkirdi. Yazıq bilmir, qaraciyərinin məsəl üçün də mübarizə aparsın, yəni serroz transplantına bağlı. Və ağrıları var təbii ki. Ağrılar yoxdur. Yəni kimyoterapiyanın almağı da özü də bir şey deyildi. Yəni çətin bir prosedurdur. Və müəyyən bir vaxt keçdi, xəstənin beyin simptomları oldu. Beyni tomoqrafiya MRT ediyor, ağciyər kanserinin metastazı çıxdı beyinə. Yəni o sonra da beyinə radioterapiya aldı, sonra da xəstə rəhmətə getdi. Beynin artıq müalicəsi yoxdur. Yəni beyin ən pis proqnoz sayılır da. Beyin metastazı proqnozların içində, kanserlərin içində ən pis proqnoz 4